Boşanma uşaqların psixologiyasına dərin və uzun müddətli təsir göstərən sosial hadisədir və bir sıra psixoloji problemlərin yaranmasına gətirib çıxarır. Bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi Instagram hesabında canlı yayım zamanı Səhiyyə Nazirliyi 2 nömrəli klinik psixiatriya xəstəxanasının baş həkimi Leyla Bəşirova açıqlayıb. Onun sözlərinə görə bu uşaqlar üçün böyük bir psixoloji travmadır. Bunun nəticəsində uşaqlarda özgüvən hissi aşağı düşür, özünə qapanma, özünü günahlandırma müşahidə olunur. Uşaqlarda ana-ata ayrılığı yaratdığı stres ümumilikdə ayrılığın sonraki ilk günlərindən deyil, daha sonraki vaxtlarda ortaya çıxır. Hətta bu travma illər sonra da davam edə bilər. Leyla Bəşirova bildirib ki, uşaqları bu gərginlikdən uzaq tutmaq, psixologiyalarının mənfi təsiri azaltmaq üçün ilk növbədə valideynlər uşaqları ilə söhbət aparmalıdır. Boşanmada onların günahı olmadığını izah eləməli və hər iki valideyn onları sevməyə davam edəcəyini aydın şəkildə bildirməlidirlər. Valideynlərin münaqişədən qaçması, uşaqların mübahisələrin mərkəzinə yerləşdirməməsi, valideynlərin bir-biri ilə sağlam ünsiyyət qurması boşanma prosesində uşaqların emosional dayanıqlığına təmin edə bilər deyə baş həkim bildirib.